Herkese salam, kanalıma hoş gelmişsiniz. Sevilen müğənni Gülay Zeynallı Heydər Əliyev Sarayında ilk solo konsertini vermeye hazırlaşır. O 24 aprel solo konserti ile sevenlerinin karşısında çıxış edəcək. Gülay Zeynallı sosyal medya hesabında anasıyla birlikte məşqdən yepyeni görüntüler paylaşıb. Həmin görüntüləri sizlərə təqdim edirəm. Arada düşünürəm, deyirəm ki, bircə 24 aprel saat 8 olsaydı səhnəyə çıxardım. Deyirəm, ürəyim partlayıb necə olaydı. Şəşin minnətdaram sənə. Bəh. Allah canını sağ eləsin. Gözdəyməsin inşallah işimizə, gücümüzə. Anam da gəlib məşqimizə. Anne, anacan, sənə qurban olum. Əla olacaq, əla. Heyecanlıysan baş. Artık sayılı günler, sayılı dəqiqələr. 2 dəfə dəyişkənliyim olur. Arada düşünürəm, deyirəm ki, bircə 24 aprel saat 8 olsaydı səhnəyə çıxardım. Deyirəm, ürəyim partlayıb necə olaydı. Əla olacaq. Belə. Əla olacaq. Gör nə boyda komanda burada işləyir.
Yox. Yarım çox yanırdım. Başlayıram ifa eləməyə burada. Burada mahnının sonuna yaxın eşqim yaxınlaşır mənə. Onların hamısı qırmızı eləsin. Yaxşı. Valla Yaxşı Samirə baş üstə.